Enerji pasportlu binalar inşa ediləcək. Artıq bir neçə ildir ki, xarici ölkələrdə tikinti sektorunda tətbiq edilən bu layihənin Azərbaycanda da icrasına başlanılacaq. Məqsəd istifadə edilən enerjini və xərcləri minimuma endirməkdir. Bəs bu sənəddə nələr qeyd olunur? Enerji pasportu tikilən binanın enerji sərfiyyatının onun 1 kvadrat metrinə nisbətidir. Məsələn, A tipli binalarda bu norma 80-in altında olmalıdır. Yəni 80 kilovatın altında. B tiplilərdə bu norma 81, 120. C tiplilərdə 121, 160. D tiplilərdə 161, 200. Y və C tiplilərdə, yəni ən aşağı tip olan binalarda isə 200-dən artıq 1 kvadrat metrə enerji sərfiyyatı nəzərdə tutulur. Sakin görəcək ki, A tipli binada yaşayarkən o həddindən artıq az məbləğ ödəyir kommunal xidmətlərə görə və enerji daşıyıcılarına görə, amma digər binalarda isə daha çox ödəyir və bu onu gətirib çıxardacaq ki, sakinlər və ümumiyyətlə daşınmaz əmlak bazarında daha çox tələb olacaq A tipli və B tipli binalara. Bu yeniliyin təzə tikilən və bərpa olunan, eyni zamanda əsaslı təmir edilən yaşayış və qeyri-yaşayış binalarına tətbiqi nəzərdə tutulub. Binaların pasportlaşdırılmasını, enerji pasportunun alınmasını məcburi edir, tələbdir. Buna görə də təbii ki, tikinti şirkətləri bu layihələndirmə prosesində bu işləri görərkən, bu prosesi həyata keçirərkən mütləq şəkildə ora çəkiləcək xərcləri binanın yekun dəyərində mütləq şəkildə nəzərə almalı olacaqlar. Hər halda belə deyək də qiymətlərin artımını müşahidə edəcəyik, xüsusən yeni tikililərdə. Amma bütövlükdə mən hesab edirəm ki, bunun təkcə qiymət artımına biz münasibət bildirməməliyik. Mən hesab edirəm ki, biz daha çox bunun ekoloji tərəflərinə diqqət etməliyik. Proses ümumilikdə daşınmaz əmlak bazarına da öz təsirini göstərəcək. Belə ki, enerji pasportlu tikililərin qiymətlərinin bahalaşacağı proqnozlaşdırılır. Asəf Zeynallı, Sabir Şahbələdov, Nigar Babayeva, Telesəhər.